Hər vaxtınız xeyir olsun. Gündəm xəbər nefrində günün ənənəvi olaraq hava haqqında məlumatına diqqətinizə çatdırırıq. Bugün noyabrın 4-dür və noyabrın 5-nə olan hava haqqında məlumatı Milli Hidrometeorologiya Xidməti açıqlayıb. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağacağı, noyabrın 4-dən 5-nə keçən gecə və səhər yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir. Gündüz tədricən kəsiləcək, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-12 dərəcə, gündüz isə 15-18 dərəcə isti olacağı proqnozlaşdırılır. Azərbaycanın bölgələrinə gəlincə, əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətli leysan xarakterli olacağı ehtimal edilir. Bəzi yerlərdə isə arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11 dərəcə, gündüz isə 16-21 dərəcə isti olacaq. Dağlarda isə gecə 0-5 dərəcə isti, gündüz isə 5-9 dərəcə isti olacağı gözlənilir.